Bugünkü mövzumuz polikistik over sindromudur. Hər aybaşı nizamsızlığı ya da ultrasəsdə ovarial folikulların sayının artması polikistik over sindromu demək deyil. Polikistik over sindromu metabolik və hormonal bir pozğunluqdur. Burada əsas problem yumurtlamanın olmaması və androgen hormonlarının artması ilə əlaqəlidir. Diaqnoz üçün biz əsasən Rotterdam kriteriyalarından istifadə edirik. 3 kriteriyadan ən az ikisi olmalıdır. Birincisi, ovulyasiya pozğunluğu, aybaşının 35 gündən gec olması ya da uzun müddət aybaşı olmaması. İkincisi, hiperandrogenizm, üzdə sızanaqlar, üzdə və bədəndə tüklənmə, saç tökülməsi və ya qanda androgenlərin yüksəlməsi. Üçüncüsü, ultrasəsdə ovarial folikulların sayının artması və ya yumurtalıq həcminin artması. Bununla belə həyat tərzi dəyişikliyi, çəkiyə nəzarət, fiziki aktivlik və sağlam qidalanma çox vaxt yumurtlamanı bərpa edir. Lazım gəldikdə isə həkim nəzarəti altında tətbiq olunan müalicələrlə biz aybaşı nizamsızlığını və hamilə qalmaqda çətinlik kimi problemləri həll edə bilirik.